Bəlkə bunu sizə heç kim deməyib, mən deyim. Bəzən ətrafımızda davranışı bizə fərqli görünən uşaqlar olur. Və etiraf edək ki, böyüklər belə vəziyyətlərdə nə edəcəyini bilməyəndə çox qəribə davrana bilirlər. Bir neçə xırda şey bilsək, həm uşağın, həm də valideynin işini çox asanlaşdıra bilərik. Uzun-uzadı baxmayın. Uşağın fərqli davranışı sizin üçün maraqlı görünə bilər, amma onu başqalarının qarşısında müşahidə obyektinə çevirməyin. Nəyi var bunun deyə soruşmayın, xüsusilə uşağın yanında. Onun vəziyyəti haqqında danışmaq və müzakirə etmək incidici ola bilər. Uşağın davranışını təqlid etməyin və lağa qoymayın. Əl hərəkətləri, səslər, danışıq tərzi və digər davranışlar sizin üçün zarafat mövzusu deyil. İcazəsiz toxunmayın. Başını sığallamaq, qucaqlamaq, əlindən tutmaq və ya uşağı sakitləşdirməyə çalışmaq hər uşaq üçün xoş olmaya bilər. Valideynin qarşısında uşağı müzakirə etməyin. Çox qəribə davranır, niyə belə eləyir ki? Cümlələr valideyn üçün onsuz da çətin olan vəziyyəti daha da ağırlaşdıra bilir. Uşağın sizə cavab verməməsini şəxsi qəbul etməyin. Göz kontaktı qurmamaq, salamınıza cavab verməmək, sizinlə ünsiyyətə girməmək, hörmətsizlik etmək deyil. Uşaq narahat olanda ətrafına yığışmayın. Ağlamaq, qışqırma, özünü idarə etməkdə çətinlik zamanı onu izləmək, sual yağdırmaq, sakit ol demək vəziyyəti daha da çətinləşdirə bilər. Mən kömək edim deyə soruşmadan müdaxilə eləməyin. Əgər real təhlükə yoxdursa, əvvəlcə valideynin və ya uşağa cavabdeh şəxsin necə davranacağını müəyyən etməsinə imkan yaradın. Uşağı bacarıqsız hesab etməyin. Onun fərqli davranması onun heç nə başa düşmədiyi və yaxud heç nə edə bilmədiyi deyil. Uşağa yaşına uyğun hörmətlə yanaşın. Ən əsası, uşağa uşaq kimi davranın. Nə yazığınız gəlirmiş kimi, nə də qorxurmuş kimi. Sadəcə hörmətlə, sakit və normal münasibət göstərin. Bunlar xırda şeylərdir. Amma bir uşağın gününü gözəlləşdirmək də, onu incitmək də bəzən elə xırda bir hərəkətdən başlayır.